والصلاة والسلام على رسول الله أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد فبizə təbriklərə qoşulur, qardaşımızı, bəyimizi təbrik edir. Allah Resulü sallallahu aleyhi ve sellemin ettiği dua ile dua edir. Barakallahu leke ve baraka aleyk ve cema'a beynekuma fi hayr. Allah Teala bu izdivacı hayırlı, bereketli etsin. Allah Teala bu evliliği Allah'ın rızasına, razılığına aparan bir yol etsin. Ve bu evlilikte ne kimi hayırlar varsa Allah Teala hamısını kardeşimiz için yazsın. Ve hemçinin Allah Teala'dan istəyir ki Allah Teala kardeşimize Allah'ı seven, Allah'a itaatde büyüyen zürriyet bəxş eləsin. Həqiqətən insanın da xeyirli olması onun Allah'a olan sevgisine ve Allah'a olan itaatine görədir. Ve bildiğimiz kimi de evlilik Allah Teala'nın bəxş elədiyi büyük nimetlerden biridir. Çünkü Allah Teala evlilik sayesinde insanı koruyor. Onun dinini koruyor. Namusunu koruyor. Ve neslini koruyor. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Men razaqahu Allahu zevceten saliheten fekad a'anahu ala nisfihi. Allah Teala bir kimseye emeli salih hayat yoldaşı nasip ederse dininin yarısına ona yardım etmiştir. Ve kalır ikinci yarısı ve buyurur ki فَلْيَتَّقِ اللّٰهَ فِي النُّصْفِ الْبَاقِ. Yerde kalan ikinci yarısı hakkında Allah'tan korksun, takvalı olsun, günahlardan çekinsin. Yani bu da onu bildirir ki yani insanın evlenmeden imanını koruması gayrimümkün veyahut da çok çətindir. Ve buna göre de Allah Teala öz kitabında evlenmeye heveslendirip ve hemçinin Peygamberimiz sallallahu aleyhi ve sellem de buyurur ki Ya ma'şere'ş-şebab men istata'a minkumul ba'ate felyetezevvec. Ey cavanlar nesli, ey cavanlar toplumu, sizden evlenmeye gücü çatan evlensin. Her bir nimete karşı üzerimize düşen o nimetin şükürle karşılanmasıdır. Eğer nimet şükürle karşılanırsa Allah Teala o nimeti hayırlı eder ve onu bereketli ve davamlı eder. Eğer yok insan nimeti naşükürlükle, nankörlükle, küfürle karşılayarsa o nimet aradan kalkar. Onda bir bereket olmaz. Necə ki Allah Teala buyurur لَاِنْ شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَد۪يدٍ. Eğer siz şükretseniz ben size olan nimetimi artırarım. Eğer küfretseniz, nankörlük etseniz azabım bir o kadar da şiddetlidir. Evlilik de o nimetlerden biri sayılır. Ve bu nimet de şükürle karşılanmalıdır ki bunun esası, temeli, münevvesi Allah Teala'nın razı kaldığı şekilde koyulmalıdır ki burada hayırlar olsun, bereketli olsun. Eğer haramla, asilikle, günahla insan bu hayırlı işi başlayarsa orada hansı hayırlerden danışılabilir? Hiç haramla
bərəkət bir araya gələ bilərmi? Heç vaxt. Necə ki, suyla od bir araya gəlmədiyi kimi, haramla da, o şərablarla xoşbəxtliyi arzulamaq, bərəkətin olması heç vaxt bir araya gələ bilməz. Bərəkət Allah Teala tərəfindəndir. Və Allah Teala da bərəkəti, xeyri özünün əmrinin işləndiyi yerə qoyur. İtaət olan yerə qoyur. Yəni bir yerdə ki, asilik var, günahlar var, yəni orada bərəkət ola bilməz. Və bəzən insan elə düşünə bilər ki, yəni bir şeyin çox olması onun bərəkətli olmasıdır, əksinə. Bəzən ola bilər ki, bir şey çoxdur, amma bərəkət yoxdur orada. Necə ki, misal olaraq, Yusuf Aleyhisselamın nə qədər qardaş var idi? Neçə qardaş var idi? Amma o qardaşlar Yusuf Aleyhisselamı quyuya atdılar. Amma Musa Aleyhisselamın isə bir qardaşı var idi. O bir qardaş ona yardımcı oldu. Və bərəkət sayın çoxluğunda deyil. Ola bilər az olsun, o insan üçün xeyirli olsun, bərəkətli olsun, davamlı olsun. Ona görə də insan bu həyatda hər bir işində xeyirlər və bərəkət əldə etmək istəyirsə, əmin olsun ki, o yalnız itaətlə, Allaha qulluqla və Allaha şükür etməklə və Allahın verdiyi nimətləri onun razı qaldığı yerə sərf etməklə olur. Əgər bundan başqasında insan onu axtararsa, vallahi onu tapmayacaqdır. O xeyri, o rahatçılığı, hüzuru heç vaxt tapmayacaqdır. Necə ki, Allah Teala buyurur, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا. Kim mənim zikrimdən uzaq olarsa, Qur'anda olan əmirlərdən uzaq olarsa, qadağalardan çəkinməzsə, o insanın güzaranı, yaşayışı sıxıntı içərisində olar. Vallahi o insan istədiyini yesin, ən bahalı yeməklər və ən bahalı paltarlar giyinsin və istədiyi qəsrdə, villada yaşasın və yenə o insan xoşbəxt ola bilməz. Və bunu insan özü də bunu təcrübədən keçirə bilər və görər ki, neçə insanlar var, istədiyi hər bir şeyə əli çatır, qəsrdə yaşayır, villada yaşayır, amma üzündə sevinç yoxdur. Niyə? Qəlbində olmadığı üçün insanın üzünə də çıxır. Və ona görə ən böyük səadət, xoşbəxtçilik qəlb rahatçılığıdır. Və qəlbə də hüzuru, rahatçılığı, xoşbəxtliyi yerləşdirən Allah Teala'dır. Və Allah Teala da onu nəyin sayəsində yerləşdirir? Onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi sayəsində. Allah Teala'nın əmrləri içərisində ən uca, ən əzəmətli əmri tövhiddir. Yəni Allah Teala'nı ibadətdə təkləşdirmək. Yəni insan etdiyi ibadətin hər bir növünü Allah'a yönəltməsi. Ən böyük əmr sayılır. Və qadağalar içərisində, qadağalar çoxdur. İçki qadağadır, donuz əti qadağadır, oğurluq qadağadır. Amma onların içərisində ən dəhşətli, ən əzəmətli, ən böyük qadağa Allaha şərik qoşmaqdır. Şərik qoşmaq nədir? Yəni Allaha aid olan bir şeyi Allah'tan qeyrisinə yönəltməkdir.
Necə ki Allah Teala hətta insanlara misal çəkir. Həcc surəsi 73-cü ayədə buyurur ki: "Ya eyyuhan-nasu duriba masalun fastami'u lah." Ey insanlar, bir misal çəkildi, ona diqqət yetirin. "İnnellezîne ted'ûne min dûnillâhi len yahluqû zubâben velau ictema'û lah." Sizin Allah'tan qeyri çağırdıqlarınız, babalar, əfəndilər, pirlər bir milçək yarada bilməzlər. Hətta bütün dünyanın pirləri, babaları, əfəndiləri, seyidləri bir araya gəlsələr, bir milçək nəbi onu yarada bilməzlər. Sonra Allah Teala buyurur: "Və in yəslubhumu'd-dubâ'u şey'an lâ yestanqidûhu min." Əgər milçək o babanın üstündən, qəbrin üstündən bir şey götürsə, milçəyin götürdüyünü geri qaytara bilməz. Da'ufat-talibu vel-matlub. İstəyən də aciz, istənilən də aciz. Mə qaderullaha haqqa qadri. Allahı lazımınca qiymətləndirmədilər. Allahı lazımınca, haqqıyla, layiqincə dəyərləndirmədilər. Yəni insanın Allah'a ait olan bir şeyi Allah'tan qeyrisine yönətməsi, Allah'tan qeyrisindən istəməsi birbaşa Allah'a təhqirdir. Yəni ölən insanın dirilərə ihtiyacı var. Ama dirinin ise ölüye ihtiyacı yoktur. Her bir şeyi veren Allah. Evladı, bütün nimetleri ve sonra deyir ki filan pirə getdim, uşaq oldu. Ve uşağın da adını koyular, piri verildi. Allah verdi, əvəzdə olur, piri verdi. Yani bu günahlar içerisinde en dəhşətlisi sayılır. Ve buna göre de Allah Teala insan tövbe etmeden ölerse belə bir günahı bağışlamır. İnna Allah la yaghfiru an yushraka bihi ve yaghfiru ma dune zalika limen yasha. Allah Teala özünə şərik qoşan bağışlamır. Ve bundan aşağı olan günahlar ise Allah Teala istediğine bağışlayır. Ve insana əsl saadeti, əminamanlığı, hem dünyanın əminamanlığını ve həmçinin ahiretin əminamanlığını kazandıran insanın şirkten uzak olarak tövhidi doğrultmasıdır. Yani la ilahe illallah Muhammedun Resulullah şehadetini hayata geçirmesidir. Allah Teala buyurur: "Ellezîne âmenû ve lem yelbisû îmânehum bizulmin ulâike lehumul emnu ve hum muhtedûn." O kəslər ki iman gətirər ve iman gətirdikten sonra imanlarını zulümle karıştırmazlar, onlar için eminamanlık vardır. Yani bir insan la ilahe illallah kelimesini söyledikten sonra onu şirkle karıştırmazsa ona eminamanlık var hem bu dünyada ve hem şunun ahirette ve o insanlardır ki doğru yol üzerinde olanlar hem bu dünyada ve hem şunun ahirette. Deməli, insan fərd olarak eminamanlık içerisinde olur. Yani o insanın kalbinden başka korkular çıkır. Yani Allah'ı korkuda, ibadette tekleştirdiğine göre. Ve hemçinin kıyamette de insanlar kıyametin dehşetlerini hissettiği zaman onlar o korkunu hissetmeyecekler. Necə ki Allah Teala Enbiya suresinde buyurur: "İnnellezîne sebaqat lehum minnel husnâ ulâike anhâ mub'adûn." O kəslər ki önceden onlar hakkında güzellik, güzel sonluq veya bu cennet yazılıb, onlar cehennemden uzak tutulacaklar. La yesma'una hasisəha. Onlar hiç cehennemin uğultusunu belə eşitməyəcəklər. Ve hum fîmə iştəhət enfusuhum xalidun. Onlar nəfslərine hoş gelen, istədikləri nimetler içerisinde ebedi kalacaklar. La yahzunuhumul feza'ul ekbar. Kıyametin o büyük dehşeti onları mehzun etmeyecekler. Onlar kederlenmeyecekler.
Mələklər onları qarşılayacaqdır. Və onlara deyəcəkdir ki, Həzə yevmullezî kuntum tu'adun və bu səbəb olunan bir gündür. Deməli, insan la ilahə illallahı Muhammed Rasulullah şəhadətini doğrultduğuna görə dünyanın əsl saadətini, xoşbəxtliyini, əmin-amanlığını qazananlardan olur və eyni zamanda da ahirətin əmin-amanlığını əldə edilir. Və Allah Teala istəyir ki, Allah Teala xalqımızı hidayət etsin, doğru yönəlsin, şirkdən qorusun və Allah Teala istəyir ki, Allah Teala qardaşımızı ailəsi ilə birgə həm bu dünyanın və həmçinin ahirətin saadətini